İndi mətbuatda mən oxudum ki, prezidentin 9 mayda Moskvaya getməsini, yəni o qələbə paradına getməsini bir növ tənqid edənlər oldu. Xüsusilə də o qərbdən yönəldilən insanlar tərəfindən, o xaricdəki internet TV-lər tərəfindən ki, prezident niyə bu addımı atır, bizim təyyarəni vurublar, amma prezident qəbul elədi, o dəvəti gedir 9 maya. Əvvəla qeyd edeyim ki, mənim məsələn atam 2-ci Dünya müharibəsində yaralanıb. 18 yaşında olan gedib müharibəyə yaralanıb. Bir əmim olub, o da müharibədə ölüb. Bir ailədən 2 adam gedib, yəni 2 qardaş oldular. Biri yaralı, biri də həyatını itirib. Deməli, Azərbaycan 2-ci Dünya müharibəsində, biz Böyük Vətən müharibəsi dedik, həqiqətən də SSRİ hamımızın vətəni idi. İnsanların çoxu da o sosializm cəmiyyətinə inanırdılar. Yəni bunu açıq söyləmək lazımdır. Belarusdan sonra Azərbaycan adam başına düşən əhalinin sayına görə ən çox itki verən biz olmuşuq. Bilirsiniz, bax, biz SSRİ üzrə əhali 27 milyon itki olub, 18%-ni itirib, demək, SSRİ əhalisinin 8%-ni itirib. 8%. Azərbaycan itirib 13%, 12,7%-ni də. 3 milyon 340 min bizim əhalimiz olub. Baxın, 3 milyon 340 min. 650 min insan orduya çağrılıb. 300 mindən artıq insan həyatını itirib. Bizdən, deməli, Belarus 1-ci yerdə olub, 2-ci yerdə olub Azərbaycan, 3-cü yerdə Litva, 4-cü yerdə Ukrayna. Ən çox itirən əhali. Bax, tamaşaçılarımıza deyirəm, həmin dövrdə Ermənistan əhalisi də artıb müharibədən sonra. Ermənistan da əhalisi də artıb. Demək, Gürcistan da əhalisi artıb. Biz isə 3 milyon 340 minlə düşmüşük 2,6 milyona. Görün, 780 min müharibə dövründə Azərbaycanın əhalisi azalıb. Özdə Azərbaycan o dövrdə, misal üçün deyirəm, yəni bunu siz bir yaxşı tarixçi alim dəvət edin, gəlsin, danışsın. İnsanlarımız bilməlidirlər ki, o Rusiyanın qələbəsi deyil, biz gedirik Rusiyanın qələbəsini qeyd eləməyə getmirik. O bizim xalqımızın orada ən çox payı var. Bax, döyüş meydanında bütün ordunun yanacağından 80%-ni Bakı təmin edib. 90% sürtçü yağları ilə təmin edib. 70% də SSRİ-də nefti Azərbaycan verir. 400 min balaca Azərbaycan yaralı əskər və zabitlər Azərbaycanda müalicə olunublar. Bizim bu müharibədə o qədər payımız böyüdür ki, əslində mən bir təklif verirəm, siz də bunu müzakirəyə çıxarın. 80 illik gəlir indi. Mən çox istəyərdim ki, 9-u prezident artıq söz veribsə, gedəcəksə ora. Biz qələbə paradını niyə biz burada Azərbaycanda keçirməyək? Özümüz mayın 8-i ümumiyyətlə də Avropada qeyd olunur bu faşizm üzərində qələbənin. Orada bu qələbəni təkcə Rusiyanın özünə götürməsi doğru deyil. Azərbaycan özü burada bir qələbə parada keçsin. Həm bu 44 günlük savaşa görə mayın 8-də. İndi düzdür, Azadlıq meydanını yenə də o formulaya görə alırlar müasir yazıda. Onu dayandırmaq lazımdır. Orada böyük bir parad keçirmək lazımdır. 8-də biz keçirik, 9-da prezident gedib Rusiya ilə birlikdə də Moskvada da onu Kremldə də qeyd edə bilər. Amma bizim siyasətimiz ona yönəlməlidir ki, yəni bunu mən niyə bu məsələni yeri gəlmişsən söylədim və diqqəti ona cəlb elədim ki, biz qonşu dövlətlərlə çalışmalıyıq ki, əgər o qonşu dövlətlər bizi təhdid eləmirlərsə, ərazi bütövlüyümüzə, suverenliyimiz əleyhinə hər hansı bir siyasət aparmırlarsa, biz onların daxili işlərinə qatışmamalıyıq. Bax, hətta ən yaxınımız qardaş Türkiyədir, orada da daxili məsələlərə qatışmamalıyıq. Erdoğan 44 günlük savaşda Azərbaycana mənəvi siyasi dəstək verib. Heç bir türk liderinin etmədiyini eləyib. CHP-nin bəzi ünlü şəxsləri, öndə olanları o 44 günlük savaş dövründə, ondan sonraki dövrdə bizi üzən çox, belə deyək də, gözləmədiyimiz açıqlamalar veriblər. Amma yenə də söyləyirəm, hər bir halda biz dövlətlərin işinə qarışmamalıyıq. Ona görə Türkiyə özü də müstəqil bir dövlətdir. Erdoğan bizim üçün əziz adamdır. Hətta mən təklif eləmişdim ki, bizim bu qələbə bir memorial kompleksə tikləndə orada bizim öz prezidentimizlə yanaşı, məsələn, Erdoğanın da hansısa formada bir abidəsi qoyulsun, yəni uzaldılsın. Ona görə ki, bu qələbə bizim üçün
bir milli məsələ idi, qürur məsələsi idi, bir dövlətin, xalqın ləyaqət məsələsi idi.